funksiya nədir? Həm artır, həm azalır. Ona görə də bunun bütün ədəd oxununda təyin tərsini tapa bilmərik. Amma onun bir hissəsini götürəcəyik. Monoton artan və yaxud da monoton azalan hissəsini götürəcəyik. Hansı hissəsini götürürlər müəllimlər? Bax bu hissəsini, baxın, bu hissəsini götürürlər. Bu olur monoton azalan funksiya. Düzdür? Deməli, x-in hansı hissəsini götürürük müəllimlər? Y bərabər kosinus x funksiyasında x-in hansı hissəsini götürürük müəllimlər? 0 ilə pi arasında olan hissəsini. Y zaten nədir müəllimlər? -1 ilə 1 arasındadır, bunu bilirik. İndi bu funksiyanın tərsini tapaq. Bunu deyəcəm nə? Y bərabər kosinusun tərsinə deyirik arc kosinus x. Hansı ki, arc kosinus x'in argumenti onun orijinalının nəyinə bərabərdir? Ordinatına bərabər, yəni funksiyanın özünə. Yəni bu x'in qiymətləri olmalıdır -1 ilə 1 arasında. Təyin oblasti budur. Qiymətlər çoxluğu isə əlbəttə ki, nəyə götürdük biz? Əsas funksiyamızın götürdüyümüz hissəsi. Yəni x üçün götürdüyümüz hissə. Yəni 0 ilə pi arasında. Görürsün müəllimlər, yəni arc kosinusun qiymətlər çoxluğu 0 ilə pi arasındadır. Yəni arc kosinus x mənfi olma şansı yoxdur. Arc kosinus x'in pi'dən böyük qiymət alma şansı yoxdur. 0 ilə pi arasında. Gəlin də indi qrafikini quraq bunun da. Qrafikini qursaq, əlbəttə təyin oblastının haline götürmüşdük müəllimlər. -1 ilə 1 götürmüşdük. -1 və 1. Kosinus -1'i alırdı. Yadınıza gəlir, kosinus -1'i harada alırdı? Pi'də, bura olsun pi. Kosinus 1'i alırdı 0'da. 0'da da nə alırdı müəllimlər? Pi bölü 2 də alırdı. Qrafik qursaq, olacaq bax belə bir əğri. Bax belə bir əğri. Bu qrafik arc kosinus x funksiyasının nəyidir? Grafikidir. Gördüğünüz kimi kosinus x'in hansı hissəsini götürmüşdük biz? 0 ilə pi arasında götürmüşdük. Düzdür müəllimdir? Bax bu hissəni. Burada funksiyamız nədir? Azalan funksiyadır. Əlbəttə funksiya azalan olduğuna görə onun tərsi də nədir? Azalan funksiya olacaq. Yəni arc kosinus x funksiyası azalan funksiyadır. Məsələn, arc kosinus 5 ilə arc 5 niyə? 0,5 deyə bilərik. Arc kosinus 0,7 müqayisə etsəm azalan funksiyadır. Yəni arqumentin kiçik qiymətinə böyük qiymət uyğun gələcək. Bu şəkildə yazırıq. Bəs təklik cütlüyünə baxaq. Təklik cütlüyünə baxıram ki, x müsbət qiymətində başqa bir qiymət alır, mənfi qiymətində başqa bir qiymət alır. Yəni bu funksiya nədir müəllimlər? Nə təkdir, nə də cütdür. Yəni y oxu nəzərən simmetrik deyil, x oxu nəzərən simmetrik deyil. Amma fikir verin müəllimlər. Bax, x-in mənfi qiymətində bu qiymət alır. Yəni bu nədir? Pi-dən aşağıdadır. Görürsünüz müəllimlər, pi-dən çıxıram. Bax bu qiymət. Bu pi çıx arc kosinus müsbət modul x. Görürsünüz müəllimlər. Yəni belə, yəni kosinus x-in argumenti mənfi olanda, yəni məsələn yazsam arc kosinus mənfi 0,2 məsəl üçün belə olsa, mən bunu nə təkli, nə cütlüdə, nə mənfini ləğv edə bilmərəm, nə də ki, qarşıya çıxarda bilmərəm. Demək, buradan görürəm ki, qrafikdən də görürəm ki, o pi-dən az olmalıdır bunun qiyməti, çünki pi-ni aşmaz axı. Ona görə də bunu yazıram, pi çıxılsın, arc kosinus müsbət 0,2. Bax, bu olacaq nə? 0 ilə pi arasına düşən bir dənə ədəd. Demək, arc kosinus nətər funksiyadır müəllimlər? Nə təkdir, nə cütdür. Əgər arc kosinusun argumenti mənfidirsə, mütləq pi çıx arc kosinus müsbət argumenti, müsbət qiymətini götürürük. Yadımızda qalacaq müəllimlər. Arc kosinus da budur. İndi arc sinusla arc kosinusun ikisi də düzbucaqlı, şübzaniti bucaq kimi baxsaq, deməli, arc sinus a üstə gələk arc kosinus a, amma bunlar eyni olmalıdır mütləq. Deməli, arc sinus a ilə arc kosinus a-nın cəmi mütləq hər zaman pi böl 2-yə bərabərdir. Məsələn, arc sinus 0,7 üstə gələk arc kosinus 0,7 gördümsə, mütləq nə yazacağım onun yerinə? Pi böl 2 yazacaq müəllimlər. Deməli, amma bunlar argumentlər eyni olmalıdır. Bax, məsələn, belə olsun necə olar? Məsələn, yazıram. Arc sinus
2'de 1, 2'de 1 yazmayayım da. Ne yazım? 2'de 1 yazmayayım koy. 3'te 1 yazım koy. Üste gerek ark sinüs 3'te 2 kök altta 2 yazıram. Bakın müəllimlər. Bəs bu nəyə bərabərdir? Bu da nəyə bərabərdir müəllimlər? Bakın burada. Bunların kvadratlarının cəmi nədir müəllimlər? 3'te 1'in kvadratı ilə 3'te 2 kök altta 2'nin kvadratlarının cəmi 9'da 1 ilə 9'da 8, yəni 9'da 9, yəni 1 verir. Bu o deməkdir ki, bunun əvəzini mən yaza bilərəm. Bunun əvəzini yaza bilərəm. Ark kosinus 3'te 1 yaza bilərəm. Ark kosinus 3'te 1 yaza bilərəm. Yəni alacağım ark sinus 3'te 1 üstə gələk ark kosinus 3'te 1. Niye öyle yazdım? Çünkü argümentlerin kvadratlarının cəmi 1'dir. Ona göre ne yazacağım ben de? Bunların yerine yazacağım pi bölü 2. Yani arc sinus A. Üste gerek arc sinus B. Eğer A kvadratı ile B kvadratının cəmi 1 olarsa da uzun uzun getmirik. Yerine yazacağım ne? Pi bölü 2. Aynı şeyi arc kosinüsünde yazabilirim.